Dostlar, herkese salam. Dünya ədəbiyyatında xüsusi yeri olan Ovodu izləmək fürsəti mən əldə etdim. Buna çox sevinirəm. Xalq artisti Vidadi Həsənovun rəhbərliyi ilə M Teatr tərəfindən Heydər Əliyev sarayında məhz bu tamaşa səhnələşdirilib. Konsertlərə getməyə alışdığımız bu sarayda belə bir tamaşa izləmək həqiqətən böyük zövq idi. Teatrlara getməkdən zövq alan biri kimi deyə bilərəm ki, bu tamaşa fərqli bir formatda səhnələşdirilmişdi. Həqiqətən Azərbaycan teatrına yeni bir ruh gətirildi. Aktyorlar, səsləndirmə, geyimlər bir-birini doğrudan da tamamlayırdı. Ovod tamaşası Artur Bertonun faciəli taleyindən, onun ideyaları, sevgisi və mübarizəsindən bəhs edirdi. Ümumiyyətlə orada müəyyən məqamlar var idi. Din, inanc, orada baxış açısı, siyasi tərəflər. Belə deyim də, diqqətlə izləyib analiz ediləsi məqamlar çox idi və mən bu tamaşanın həqiqətən təsirindən çıxa bilmədim. Təşəkkür edirəm.